Birdən baxıram günahlarıma, özümə və günahlarıma baxanda dəhşət məni bürüyür, qorxu gəlir mənə. Baxıram elədiyim əməllərə, nə qədər neymətlər zay eləmişəm, ömrümü bihudə keçirtmişəm. Nami əməlimə baxıb, öz günahıma baxıb, özüm iyrənirəm öz günahlarımdan. Ki hədisdə də var, Allah buyurur ki, öz günahınızı qiyamətdə özünüzə göstərsələr, deməsələr ki, bunu siz eləmişsiniz, özünüzü bağışlamazsınız. O günahlara baxıram. Səndən üst çevirib başqalarının qapısına getmişəm. Ürəyimdə bütlər düzəldib onlara ibadət eləmişəm. Ürəyimi bütlər işğal edib, qəlbim bütxanadır. Sənin məhəbbətindən qeyri hər nə disən var. Ya Allah, ya Allah, tut əlimdən, əlim boşdur. Dünyada tənhayam, ürəyim bir sənə xoşdur. Rəhm eylə, əff eylə, bilirəm qərq üsyanəm, şərmimdən giryanəm, əməlimdən peşmanım. Ey pənahım, qibləgahım, səcdəgahım, çox günahım, səndən özgə yox gümanım. Yoxumdur ayrı bir dərdim, yenə biçarəyəm ya Rəbb. Məni əff eylə ya Allah, elə avarəyəm ya Rəbb. Günaha baxıram, qorxuram, rəhmətlə baxıram, qorxu ürəyimdən gedir, yerini ümid alır ki, inşallah bağışlayarsan. Mən o kəsə bənzəyirəm ki, ona çıraq veriblər, işıq veriblər ki, öz yolunu işıqlandırsın, o paltarını ətərini yandırır. Günah etdin dedin sən tək, Xudayı mehribanim var, əməlsiz bir müsəlmanəm, kimə ya Rəbb gümanım var. Qiyamətdə bizə rəhm et, əziz Allah, əzim Allah, Qəfur Allah, Vədud Allah, Rauf Allah, Rəhim Allah. Ey pənahım, qibləgahım, səcdəgahım, çox günahım, səndən özgə yox gümanım. Yoxumdur ayrı bir dərdim, yenə biçarəyəm ya Rəbb. Məni əff eylə ya Allah, elə avarəyəm ya Rəbb. Mənim günahım böyüdü, yoxsa sənin rəhmətin? Düzdür günahım böyüdü, amma bəs sənin rəhmətinlə müqayisədə günahım böyüdü, yoxsa rəhmətin? Məgər indiyə görə verdiyin neymətləri mənə görə vermişsən, ləyaqətimə görə vermişsən ki, indi də mənə görə bağışlayasan? Bu tər bizi məst eylə irfandan, ver içsin aşiqlər, neçə peymanə Qur'andan. Qur'ani göndərdin, bizi çəksin xətalərdən, hifz eylə Qur'ani, özəlinlə bəlalərdən. Ey pənahım,
Səzdəgahım Səzdəgahım Çox günahım Səndən özgə Yox gümanım Yoxumdur ayrı bir dərdim Yenə biçarəyəm yarəm Məni əff eylə ya Allah Nə avarəyəm yarəm Onsuz da layiq olmadığım halda vermisən. Mən pis ola sən əsirgəməmisən. Sən əta eləmisən. İndi də pis ola bağışlayarsan. Məgər mənim dərəcəmə, dəyərimə baxıb mənə neymət vermirsən? Mənə görə neymət verməlisən ki, mənə görə də əzab verəsən. İlahi, mən layiq deyirəm, hətta sözümə qulaq asasan. Heç eşidilməyə ləyaqətim yoxdur mənim. Amma yenə də gəlmişəm. Düzdür, mənim ləyaqətim yoxdur ki, mənə qulaq asasan, mənim dualarımı eşidəsən. Amma mən gəlmişəm və gəlməyimə dəllim var, sübutum var. O sübuta əsasən gəlmişəm. Öz sözünə istinad edib gəlmişəm. Sən özün demisən. Özün demisən ki, Allahdan bağışlanmaq istəyim. Və onda görəcəksiniz ki, Allah rəhəmlidir və bağışlayandır. Özün çağırmısan, gəlmişəm. Sən çağırmısan. حتى تسكنه أرضك تهوى وتمتعه فيها قليلا برحمتك 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 يا